Bu dərsimizdə SES qrupunda insert və delete menülərini izah edəcəm. Biz cədvəlimizə sətr və yaxud da sütun əlavə etmək istəyirsə, nə edirik? Gəlin burada Y sütununu seçək. Buraya yeni bir sütun əlavə etmək istəyirsə, klaviaturadan Ctrl plus düyməsini sıxırıq, yeni bir sütun əlavə edilir. Əgər seçdiyimiz sütunu silmək istəyirsə, klaviaturadan Ctrl minus düyməsini sıxırıq, həmən sütun silinmiş olacaq. Yeni bir sətr əlavə edib silmək istəyirsə, misal üçün olsun 4-cü sətr. Klaviaturadan Ctrl plus düyməsini sıxsaq yeni bir sətr əlavə edəcək. Seçilmiş sətri silmək istəyirsə klaviaturadan Ctrl minus düyməsini sıxacaq, həmən sətr silinmiş olacaq. Bunun digər alternativ yolu isə seçək bu sütunu. Mouse'un sağ düyməsinə klik etsək, kontekst menü açılır. Buradan insert düyməsinə klik etsək, yeni bir sütun əlavə edəcək. Seçilmiş sütunu silmək istəyirsə, yenə kontekst menüdən delete düyməsini sıxdıqda həmən sütun silinmiş olacaq. Eyni ilə sətr əlavə edib silmək istəyirsə, seçək bu sətri. Kontekst menüdən insert desək, yeni bir sətr əlavə edəcək. Seçilmiş sətri silmək istəyirsə, kontekst menüdən delete desək, həmən sətr silinmiş olacaq. Bunun başqa bir alternativ yolu isə seçək yenə bu sütunu. SES qrupunda insert menüsünə klik etdikdə yeni bir sütun əlavə edəcək. Seçilmiş sütunu silmək istəyirsə, SES qrupunda delete menüsünə klik etsək, həmən sütun silinmiş olacaq. Eyni ilə sətr əlavə edib silmək istəyirsə, seçək 5-ci sətri. Gəlirik burada insert menüsünə klik eləyirik, yeni bir sətr əlavə eləyir və delete menüsünə klik etdikdə isə həmən sətri silmiş olacaq. Burada SES qrupunda insert menüsünün aşağısında ox işarəsi var. Bu drop-down açılırda yeni menülər açılır. Burada müxtəlif menülər var. Birinci menümüz insert SES menüsüdür. Bura klik edirik, insert SES pəncərəsi açılır. Burada müxtəlif seçimlər var. Birinci seçimimiz shift SES right-dır. Bu nə edir? Gəlin burada bu xananı seçək. Gəlirik burada insert SES pəncərəsini açırıq. Shift SES right desək biz, bura seçdiyimiz xanaya yeni bir boş xana əlavə eləyəcək və bu xanada olan məlumatlarla bir yerdə digər sağda olan məlumatları sağa sürüşdürəcək. Baxın, OK düyməsini klik elədim, bura boş xana əlavə elədi və məlumatları sağa sürüşdürdü. Və bu xananı silmək istəyiriksə, gəlirik burada delete menüsündən, burada da müxtəlif menülər var. Birinci menümüz delete SES menüsüdür. Bura klik edilir, delete SES pəncərəsi açılır. Burada da müxtəlif seçimlər var. Birinci seçimimiz shift SES leftdir. Bunu seçdikdə seçdiyimiz xananı siləcək və sağda olan məlumatları sola sürüşdürəcək. Baxın, OK düyməsini klik elədim. Bu şəkildə olacaq. Sonra gəlirəm digər seçimimizə, insert SES pəncərəsində ikinci seçimimiz shift SES down'dur. Bu nə edir? Seçdiyim xanaya bir dənə boş xana əlavə eləyir və bu xanada olan məlumatla birlikdə aşağıdakı məlumatları aşağı sürüşdürür. OK düyməsini klik elədim, fikir verin, boş xana əlavə elədi və məlumatları aşağı sürüşdürdü. Seçdiyim xananı silmək istəyirəmsə, gəlirəm delete menüsündə, delete SES pəncərəsini açıram. Burada ikinci seçimə klik eləyirəm. Shift SES up deyirəm. Və bu həmən xananı siləcək və aşağıdakı məlumatları yuxarı sürüşdürəcək. Fikir verin, bu şəkildə olacaq. Sonra deməli gəlir digər seçimimiz insert SES pəncərəsində entire row-dur. Bu nə edir? Baxın, burada seçdiyim xana hansı sətirdə yerləşir? 4-cü sətirdə. Həmən sətrə yeni bir sətr əlavə eləyəcək. Fikir verin. Yeni sətr əlavə elədi. Bu seçdiyim xana olan sətri silmək istəyirəmsə, gəlirəm delete menüsündə delete SES pəncərəsini açıram. Burada entire row seçimini edirəm və OK düyməsini klik edirəm. Həmən sətr silinmiş olacaq. Sonra gəlirəm burada digər seçimimiz entire column-dır. Bu nə edir? Seçdiyim xana hansı sütunda yerləşir? Y sütunda. Oraya yeni bir sütun əlavə eləyəcək. Baxın, yeni sütun əlavə elədi. Və seçdiyim xana hansı sütunda yerləşirsə, Y sütunda yerləşirsə, bu sütunu silmək istəyirəmsə, gəlirəm delete menüsündə, delete SES pəncərəsini açıram. Burada entire column seçimini eləyirəm və OK düyməsini klik edirəm, həmən sütun silinmiş olacaq. Sonra gəlir burada digər menülərimiz insert sheet rows və insert sheet columns'dır və delete menüsündə delete sheet rows və delete sheet columns'dır. Bunlar nə edir? Bunlar yeni sətr və yaxud da sütun əlavə edib silmək üçündür. Seçək bu sütunu, gəlir insert menüsündə insert sheet columns desəm, bura yeni bir sütun əlavə edəcək. Baxın, insert sheet rows menüsü deaktivdir. Niyə? Çünki mən sütunu seçmişim.
Buna klik edirəm, yeni bir sütun əlavə edir və seçdiyim sütunu silmək istəyirəmsə, gəlirəm burada delete menüsündən delete sheet columns desəm, həmən sütun silinmiş olacaq. Və yeni bir sətr əlavə edib silmək istəyirəmsə, olsun 5-ci sətr. Biz istəsək burada bir sətr yox, misal üçün 3 sətr seçə bilərik. Seçdiyimiz sətr qədər yeni sətrlər əlavə edəcək onların əvvəlinə. Gəlib burada insert menüsündən insert sheet rows desəm, yeni sətr əlavə edəcək seçdiyim qədər. Və seçdiyim sətirləri silmək istəyirəmsə, gəlin burada delete menüsündən delete sheet rows desəm, həmən sətirlər silinmiş olacaq. Sonra burada gəlir, deməli digər menümüz insert sheet və delete menüsündə delete sheetdir. Bunlar nə edir? Yeni iş vərəqləri əlavə edib silmək üçün istifadə olunur. Baxın, burada bizdə aşağıda iş vərəqimizin adı sheet 1-dir. Biz bura yeni iş vərəqi əlavə eləmək istəyirsə, onun qarşısında plus düyməsi var. Buna klik etdikdə sheet 2 iş vərəqini əlavə eləyəcək. Sonuncu iş vərəqimizin adı sheet 2 olduğu üçün növbəti iş vərəqini əlavə eləsək, sheet 3 olacaq. Baxın, fikir verin. Və bunun digər əlavə etməyin digər alternativ yolu biz deməli buradan sales qrupundan insert sheet menüsünə klik etdikdə yeni sheet əlavə eləyəcək. Baxın, biz burada sheet 3-ü seçsək və yeni sheet əlavə eləmək istəyirsə, gəlir burada insert sheet desək, fikir verin, axırıncı sheetimizin adı sheet 4 idi. Sonuncu sheetə yeni sheet əlavə eləyəndə sheet 5 olacaq və biz sheet 3-ü seçdiyimiz üçün yeni sheet əlavə eləyəndə onun əvvəlinə əlavə eləyəcək. Yəni hansı sheeti seçibsənsə, yeni sheet əlavə eləyəndə onun əvvəlinə əlavə eləyir. Və əlavə etməyin digər alternativ yolu kontekst menünü açıb mousun sağ düyməsi ilə insert menüsünə klik etsək və OK düyməsini klik eləsək, yeni sheet əlavə eləyəcək. Və hər hansı bir sheeti silmək istəyirsə olsun sheet 5 sheeti. Gəlirik onu seçirik və kontekst menüsündən delete desək və yaxud da sales qrupunda delete menüsünə klik edib delete sheet desək, həmən sheet silinmiş olacaq. İstəsək fərqli sheetləri silək. Misal üçün sheet 2 ilə sheet 6 sheetini silmək istəyirəm. Gəlirəm sheet 2 sheetini seçirəm. Klaviaturadan Ctrl düyməsini basıb saxlayıram və sheet 6-nı seçirəm. Və gəlib burada kontekst menüdən və yaxud da sales qrupunda delete menüsündən silə bilərəm. Burada kontekst menüsündən delete desək, həmən sheetlər silinmiş olacaq. Gəlin burada yeni sheetlər əlavə edeyim. Ardıcıl sheetləri silmək istəyirəmsə, nə edirəm? Misal üçün sheet 4 ilə 8 arasında olan sheetləri və onlar daxil olmaqla silmək istəyirəmsə, gəlim sheet 4-ü seçirəm. Klaviaturadan shift düyməsini basıb saxlayıram və sheet 8-i seçirəm. Fikir verin, onların arasında olan sheetləri də seçdi, həmçinin onlar daxil olmaqla. Gəlirəm, delete menüsündən delete sheet deyirəm, həmən sheetlər silinmiş olacaq. Yeni bir sheet əlavə edirəm. Baxın, bu sheet 9-da məlumat yoxdur. Mən buranı silmək istəsəm, gəlib burada kontekst menüsündən delete desəm, həmən sheet silinəcək. Amma sheet 10-da tutaq ki, bura bir məlumat yazaq, burada məlumat var. Mən bunu silmək istəsəm, belə bir pəncərə açılacaq. Burada deyir ki, Microsoft Excel will permanently delete this sheet. Do you want to continue? Demək istəyir ki, Excel bu sheeti həmişəlik siləcək. Siz bunu davam eləmək istəyirsiniz. Əgər davam eləmək istəyirsə, delete düyməsinə klik edirsiniz. İmtina eləmək istəyirsə, cancel deyəcəksiniz. Delete desəm, bu sheet həmişəlik silinəcək və onu geri qaytarmaq mümkün olmayacaq. Nə qədər Ctrl-Z desəm, həmən sheeti bərpa eləyə bilməyəcəm. Yəni, əvvəlki vəziyyətinə qaytara bilməyəcəm. Deməli, bugünkü dərsimiz oldu. Sales qrupunda insert və delete menüləri, növbəti dərsimizdə format menüsünü izah eləyəcəm.